İmam Hüseyin əleyhissalam dedi ki, mən susuzlamışam. Susuzlamışam sözü ağzında qaldı. Həzrəti Abbas tez qaçdı evə. Gəldi dedi, ana, qardaşım susuzlayıb, onun üçün su ver aparım. Xanım Ümbülbənin dedi ki, təkcə İmam Hüseyin orada yoxdur axı. Deyir, o biri qardaşlarım da var, atam da oradadır. Ya mən sənə biz sini deyərik də, siniyə sular qoyun, apar. Su qablarına su süzdü Ümbülbənin xanım, qoydu qaba. Həzrəti Abbas başının üstündə tutdu belə suları. Daxil olanda məscidə, indi uşağın əli sirkələndi, tərpəndi, sudan bəziləri töküldü ağanın qollarına. Suyu elə məscidə daxil eləyəndə Həzrəti Əli əleyhissalam ağladı. Və orada Həzrəti Əbəlfəza Səqqa ləqəbi verir, yadınızda qalsın. Səqqa, yəni su verən, su paylayan. Elə oradan deyirdi ki, sən mənim balalarımın səqqası oldun, su verəni oldun. Və bir zaman gələcək Kərbəlada da İmam Hüseyin